Binamız 256 dərəcəyə çevirmişik onu. Binanı 256 dərəcə çevirmişik. Bəlkə 250, yəni orada da onlarda Feng Shui prinsip var. Onunla məşğul olanlar var. Daha dərin, məsələn, gedib şərqdə deyəsən Çində müəllimlər var. Ən məşhur bir dənə çox qocaman bir müəllim var və orada gedib dərs keçərək onlar şeylər qazanırlar. Yəni ki, hansı diplomlar verirlər və belə deyək də siniflərmi, yəni nəsə belə bir, yəni bir bəli, bir səviyyəni keçib, ikinci səviyyə, yəni ki, usta bir səviyyə, iki səviyyə, onların da öz belə konkursları var. O konkursa uyğun olaraq onlar şərq, qərb və s. onu hesablayaraq və orada enerjinin gəlib getməsi hesabı olunur. Hardan enerji gəlirsə, o enerji, yəni yaxşı axın enerjisi gəlirsə evdə qalsın, mənfi enerjisi evə girsə də çıxsın ya da evə daxil olmasın. Ona görə də onlar su, hava, torpaq, bu şeyləri, bir də şərq, qərb, günəşin çıxması və s. və Allah bunu nəzərə alaraq hesablayıb orada deyirlər ki, məsələn, burada yataq otaq olmaz, burada yəni ki, onlar 9 yerə bölürlər tam sahəni, bəli, məkanı. Mən belə bilirəm. Sonra da hesablama aparırlar.